Bir nəfər desə, ilahi, Peyğəmbərə xatir mənə kömək elə, tövhiddir. İlahi, Əliyə xatir mənə kömək elə, eyni tövhiddir. Bir nəfər desə, ya Əli mənə kömək elə, eyni tövhiddir. Niyə? Necə ki deyir, ya Həkim mənə kömək elə, eləcə deyir, ya Əli mənə kömək elə, ya Hüseyin mənə kömək elə. Ay şoför, hara edirsən əziz bəyəm, mənə apar. Şirk elədi bu, xeyr. Ya Hüseyin, mənə övlad ver, şirk elədi, harası şirkdir bunun? Belə çıxır ki, şofer müstəqildir, İmam Hüseyin müstəqil, bu nə absurd sözdür, bu nə təfəkkürdür, bu nə düşüncədir. Hə İmam Hüseyin eləyə bilər, eləyə bilməz, o başqa söhbətdir. Onu oturaq bəhs ilə görə hədislər nə deyir? İmam Hüseyinə səlahiyyət verilib ya yox. Bir adam ki, bütün varidatını Allah yolunda verib, o Allah'tan istəsə ki, Allah onun şiyəsindən versin, qəbul eləyərək qəbul eləməz, onu sonra söhbət eləyərik. Amma sən deyirsən şirkdir, bu qələt söz daha. Allah'ı bırakıp da kıyamet gününe kadar kendisine cevap veremeyecek şeylere dua edenlerden daha sapık kim olabilir? Oysa onlar bunların dualarından habersizdirler.